Nə üçün Mücahid az və ya çox sayı keçəmişdir? Niyə 6 yox, 8 yox, məhz 7? Nə üçün bu işdə olan məqsədini aydınlaşmamışdır? Niyə demir bizə ki, niyə mən bu yolu seçdim və niyə 7 qiraət elədim? Və məlumatsız insanlar səhv gümanlara get-gəl düşməsinlər. Oysa düşmək istəyən düşəcək səhv gümana. Elə şey var ki, o cəmiyyət o anlamır, deməyə mənası yoxdur. Elə şey var ki, deməli deyil deyə demir. Cəmiyyət inanır anlasın. Oysa güya bu hər şey ortaya qoysa, sübutlarla, faktlarla qəbul edəcəklər ki, qəbul etmək istəyən o eləməyəcək. Çünki o marağında yoxdur. Məsələn, həqiqət hansıdır? Onlara maraqlı deyil. Adam var, indi də var, siz hər şeyə sual soruşurlar. Onlara maraqlı deyil. Hicab, çarşaf, nə bilim, möminlik, şiəlik. Onlara maraqlıdır ki, mən din olmasın. Fərqli-fərqli suallar, bir-birinə əks olan suallar, şeytanın sualları məqsəd onların dinsiz olmalarıdır. Onlar din istəmirlər. Bəs niyə Allah belə elədi? Hamısı boş şeylər. Əhməd ibn Əmmar Məhdəvi deyir ki, məmləkət əhalisinin 7 qiraətlə kifayətlənməsi bəzi qədim alimlərin seçiminə görə idi. Yəni ki, qədim alimlər 7 qiraətlə kifayətlənmişlər. Lakin cəmaət bunu vacib əməl hesab etdi və buna qarşı çıxmağı böyük günah bildi. İbn Mücahid də sanki bir növ bəlkə də məsələn üçün özü müdafiə etmək yaxşı şeydir bu. Bilikli insan olub, uzaq görən ki, mən neçə qiraət deyildim, 10 qiraət, 5 qiraət. Deyir 7 dənə hərf hədisi deyirlər Peyğəmbərdən. Cəmaatın bəzi bu 7 hərfi 7 qiraət bilir. Mən hələ 7 qiraətdə bu məhdudlaşdırdım ki, sabah cəmaat mənim üçün qalxmaq istəyəndə düşünsünlər ki, valla Peyğəmbər hədisi var da, 7 dənə hərf hədisi. Hələ bu da 7 hərf, 7 qiraət deməkdə. Mən deməli İbn Mücahid düz eləyib. Özünü qorumaq üçün bu 7 qiraətə məhdudlaşırım. Bu da ola bilər. Da yaxşı fikirdir ki, bir növ taktika işlədir burada. Özü müdafiə etmək üçün cəmaat bir növ bunu dəstələsinlər, buna qarşı çıxmasınlar deyə 7 hərf bərabər 7 qiraətlə. 7 qiraət o demək deyil, hamısı düzgündür. Nağdından o yerdə qalanların hamısını boşa çıxartmaq üçün bunda məhdudlaşırdı. Sonra yavaş-yavaş bir-bir öz işini görüb birini daha çox populyarləyəcək, məşhurlayacaq. Yaxşı taktikdir həqiqətən də. Halbuki bu 7 qiraət yox. Böyük günah bildilər və belə bir şəxsə təkfir etdi ki, kim belə eləsə, təkfir yəni ki, kafir bilməlilik. Kim çıxsa buna qarşı, sanki çıxır Peyğəmbər, çıxır hədisinə qarşı və o kafirdir. Halbuki bu 7 qaridən daha məşhur qarilər var idi. Qiraətləri 7 qiraətdə məhdudlaşdıran alim elə bir iş gördü ki, bu iş görməsəydi yaxşı olardı və cəmaatı yanlışlığa saldı. Belə bir fikir də irəli sürdülər. Bir də oxuyum, halbuki bu 7 qaridən daha məşhur qarilər var idi. Qiraətlər 7 qiraətdə məhdudlaşırdı. Sonra alim belə bir iş gördü ki, bu iş görməsə daha. Dedilər ki, bunu belə iş görməli doğru bir şey deyil. Cəmaat ürəyi istəyən kimi oxuyurdu. Nə 7 növ oxumaq icazə verdi, əvvəlki oxumaqlarını ləğv elədi. Müasir alimlər arasında İbn Mücahidə belə bir iradlar var. Məsələn, Üsub Salih deyir ki, belə güman yaranmasına, yəni Əhl-i Səb'ənin bu 7 qiraət olması barədə yaranan güman görə ən çox İbn Mücahid adı ilə tanınan böyük qari Əhməd ibn Musa ibn Əbbas məzəmmət olunmalıdır, danlanmalıdır yəni. Niyə? Belə ki, o Hicri 4-cü əsrin əvvəllərində, 11-ci əsrin əvvəllərində Məkkə, Mədinə, Küfə, Bəsrə və Şamın məşhur qarilərin qiraətləri arasında 7 qiraət seçdi. Əlbəttə, onun bu seçimi təsadüfi deyildi. Təsadüfən 7-sini saxıb deyir, yox, burada nəsə var. Çünki məşhur qarilər arasında bu 7 qaridən daha yüksək dərəcədə olan qarilər var idi. Amma bir hala ki, qari seçmir, bir hala ki, güclü məsələn qari deyə 10-15 nəfər çoxdur. Bu nə məhz 7-sini saxladı, o birisini seçmədi. Axı o birisilər güclü idilər. Hər halda cəmaat istər-istəməz tez bir zamanda Əhl-i Səb'ə hədisi ilə 7 qiraəti əlaqələndirirlər. O, İbn Mücahidin üstünə biz qalxmayaq, o ki düzülür. Peyğəmbər hədisi əməl eləyib, 7 hərf, 7 qiraət deməkdir.
O da bunları məhdudlaşıb 7 hərfi 7 qiraətlə düz eləyir də bu kişi. O görə belə əlaqələndirdilər və bu söz gedən qiraətlə elə bir müqəddəslik bəxş etdilər ki, sonralar qiraət aləmində İbn Mücahid adıyla düşür dillərə ki, belə bir şəxs var, belə bir iş görür, Peyğəmbərin məsələsində dediyi hədisi praktik olaraq həyata keçirmişdir. 7 hərf, 7 dənə qiraət. Hicri 4-cü əsrin ikinci yarısında, yəni 11-ci əsrin ortalarında İbn Mücahidin şagirdləri və müasirləri onun işini təbliğ etmək və təsvirləşdirməklə, yəni daha da möhkəmləndirməsində məşğul olurlar. Böyük nəhv alimi Əbu Əli Farisi İbn Mücahidin Əl-Qiraət-i Səb'a, yəni 7 qiraət adlı əsərinə filan şərh yazdı. Sonra İbn Mücahidin şagirdlərinə olan filan kəs də Əbu Əli rəqabət aparıb eyni adlı kitab yazdı. 7 qiraəti bəyan etmək və əsaslanmaqlıq istiqamətində başlanan yarış ki, hansı daha mükəmməl olacaq yazdığı kitab Hicri 5-ci əsrə qədər davam elədi. Yəni 12-ci əsrə qədər. Sonra yazır burada filan alimlər filan kitabları yazmışlar. Tədricən bəzi o cümlədən Əbülfət Osman İbn Cüney şaz qiraətləri əsaslanmaqdan ötürü əsas qələmə almağa qarşı məqsəd qoydu. Və bu məlumatlar da ardını oxumadan bir cümlə qalmışdı. İbn Mücahid barəsində məlumatlar.